Salam. Bugün müasir fizikanın ən heyrətamiz kəşfi, maddənin əksi, antimaddə haqqında danışacağıq. Antimaddə nəzəri olaraq kütləni 100% enerjiyə çevirməyə qadir olan ən güclü yanacaq növüdür. Bu onu ulduzlararası səyahət üçün ideal namizəd edir. Lakin bu fövqəladə güc inanılmaz bir iqtisadi paradoksla qarşılaşır. Antimaddə planetimizdəki ən bahalı materialdır. Nə qədər bahalı? NASA'nın hesablamalarına görə cəmi 1 qram antihidrogenin istehsal qiyməti təxminən 62,5 trilyon ABŞ dollarıdır. Bu fantastik rəqəm sadəcə materialın nadirliyindən deyil, onun yaradılması, idarə edilməsi və saxlanılması üçün tələb olunan ekstremal enerji və texnoloji çətinliklərin ümumi dəhərindən qaynaqlanır. Gəlin bu trilyon dollarlıq sirri açmağa başlayaq. Antimaddə adi maddənin güzgüdəki əksi kimidir. Maddə atomlardan ibarətdirsə, antimaddə antiatomlardan ibarətdir. Onun anti-hissəcikləri adi hissəciklərlə eyni kütləyə malikdir. Lakin elektrik yükü kimi əsas xüsusiyyətləri əksdir. Məsələn, mənfi yüklü elektronun antiparseli müsbət yüklü pozitrondur. Müsbət yüklü protonun antiparseli isə mənfi yüklü antiprotondur. Bu anti-hissəciklər birləşərək, məsələn, antihidrogen kimi antiatomlar yaradır. Təcrübələr göstərir ki, antihidrogen adi maddə kimi yerin cazibə qüvvəsilə eyni şəkildə cavab verir. Deməli, onlar fiziki olaraq eynidir. Amma bir fundamental fərqlə. Toqquşma reaksiyasında, yəni annihilasiyada özünü göstərən güclə. İstənilən hissəcik öz antihissəciyi ilə toqquşduqda onlar bir-birini qarşılıqlı olaraq məhv edir və bütün kütlə tamamilə enerjiyə çevrilir. Bu proses antimaddənin mövcud olan bütün enerji mənbələrindən 1000 dəfə üstünədir. Kimyəli yanacaqlar kütlənin çox kiçik bir hissəsini enerjiyə çevirir. Nüvə reaksiyaları kütlənin yalnız 1%-ə qədər hissəsini enerjiyə çevirir. Antimaddə isə 100% kütləni enerjiyə çevirir. Dramatik statistikaya görə cəmi 1 qram antimaddə ilə 1 qram adi maddənin toqquşması təxminən 43 kiloton TNT partlayışına bərabər enerji buraxır. Bu, 2 milyon litrdən çox avtomobil benzininin yandırılması nəticəsində çıxan enerjiyə bərabərdir. Antimaddənin konsepsiyası 1928-ci ildə Paul Dirac'ın riyazi hesablamaları ilə başladı. O, hər bir hissəciyin əks yüklü bir tərəfdaşı olmalı olduğunu proqnozlaşdırdı. Cəmi 4 il sonra 1932-ci ildə Karl Andersen kosmik şüaları öyrənərkən bu proqnozu təsdiqlədi və elektronun antiparseli olan pozitronu kəşf etdi. Bu antimaddənin ilk real sübutu idi. Nəhayət 1996-cı ildə Avropada CERN-də alimlər ilk stabil antiatom olan antihidrogeni yarada bildilər. Qeyd etmək lazımdır ki, antimaddə yalnız gələcəyin yanacağı deyil, 10 illərdir ki, tibbi diaqnostikada geniş istifadə olunur. Bu, pozitron emissiya tomografiyası və ya qısaca PET skanlarıdır. PET skanları xərçəng və digər metabolik xəstəlikləri aşkar etmək üçün pozitronlardan, yəni anti-elektronlardan istifadə edir. Bədənə vurulan radioaktiv izləyici maddə parçalanaraq pozitronlar buraxır. Bu pozitronlar bədəndəki elektronlarla toqquşur və annihilasiya nəticəsində əmələ gələn qamma şüaları skaner tərəfindən aşkar edilir. Bu şüalar həkimlərə toxumaların metabolik aktivliyinin üçölçülü xəritəsini yaradır. Lakin PET skanlarında istifadə olunan antimaddənin miqdarı inanılmaz dərəcədə cüzidir. Cəmi bir neçə femtogramla ölçülür. Antimaddənin 1 qramının qiymətinin 62,5 trilyon dollara çatmasının səbəbi materialın özünün dəyəri deyil, onu yaratmaq üçün lazım olan səmərəsiz enerji çevrilməsinin və nəhəng infrastrukturun xərcidir. Antimaddə təbii olaraq yaranmır. O, hissəcik sürətləndiricilərində yüksək enerjili toqquşmalar nəticəsində süni yaradılır. Biz kütləni enerji vasitəsilə yaradırıq. Bu proses üçün inanılmaz enerji tələb olunur. Məsələn, antiprotonlar yaratmaq üçün protonlar böyük sürətlə sürətləndirilir və hədəfə çırpılır. Maliyyə ifadəsi baxımından cəmi 1 qram antimaddə istehsal etmək üçün təxminən 25 milyard kilovat-saat enerji tələb olunur. Əsas problem isə istehsalın kəskin səmərəsizliyidir. CERN-in statistikası bu səmərəsizliyi dramatik şəkildə ifadə edir. CERN bütün tarixi boyunca cəmi 10 nanoqramdan az antimaddə istehsal edə bilib. Bu miqdarın annihilasiyasından əldə edilən ümumi enerji miqdarı cəmi 60 vatlıq bir lampanı 4 saat yandırmağa kifayətdir. Və ən dramatik statistik fakt, əgər CERN bütün resurslarını bu işə yönəltsəydi, cəmi 1 qram antimaddə toplamaq üçün 1 milyard il lazım olardı. 62,5 trilyon dollarlıq qiymət etiketi əslində bu inanılmaz dərəcədə aşağı məhsuldarlığın və bu proseslərə sərf olunan nəhəng infrastrukturun illik xərclərinin ümumi qiymətidir. Antimaddəni saxlamaq üçün onun adi maddədən tamamilə təcrid olunması vacibdir. Ona görə də biz onu fiziki qablara qoya bilmərik. Bunun üçün alimlər xüsusi maqnit tələlərindən istifadə edirlər. Bu tələlər ifrat keçirici maqnit sahələri vasitəsilə antimaddə hissəciklərini havada asılı vəziyyətdə saxlayır. Bu sistemlər çox mürəkkəb və bahalıdır.
Ən böyük problem neytral antiatomları saxlamaqdır ki, onlar elektrik yükü daşımır və yalnız çox soyuq temperaturlarda və qısa müddət ərzində saxlanıla bilər. Antimaddə kütlə enerji çevrilməsinin səmərəliliyinə görə ulduzlararası səyahət üçün ən böyük nəzəri ümiddir. Lakin bu hələ də mühəndislik kabusudur. Birincisi, yanacaq antimaddə kosmosda uzun illər boyu güclü maqnit saxlama halqalarında ayrılmış şəkildə saxlanmalıdır. İkincisi, annihilasiya zamanı yaranan enerji yüksək enerjili qamma şüaları şəklində çıxır. Bu şüaları idarə etmək gəmini özünü əritmədən həyata keçirilməlidir. Üçüncüsü, yaranan radiasiya ekipaja dərhali ölüm təhlükəsi yaradır. Nəticə olaraq antimaddə fiziki qanunlar baxımından kütlə enerji çevrilməsinin ən ideal formasıdır. Lakin onun 62,5 trilyon dollarlıq qiymət etiketi onun dəyəri deyil, hazırki texnoloji imkanlarımızın onun istehsalı ilə bağlı qarşılaşdığı ekstremal səmərəsizliyi əks etdirir. Bu səbəbdən antimaddə yaxın gələcəkdə hələ də kosmik səyahət üçün real yanacaq olmaqdan çox fundamental fizikanın ən bahalı və ən vacib tədqiqat sahələrindən biri olaraq qalacaq.